Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Tərlan Məmmədlinin kassasiya şikayəti Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə araşdırılıb. Qərara əsasən kassasiya şikayəti qismən təmin edilib. Bakı Apellyasiya Məhkəməsinin hökmü qismən dəyişdirilib. Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təyin edilmiş 5 il azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti ilə şərt hesab olunub və Tərlan dərhal həbsdən buraxılıb. İttihama görə Tərlan Məmmədli zərər çəkmiş şəlalənin rüsvayedici məlumatlarının yayılması ilə hədələyərək əmlakını təkrarən tələb edib. İş materiallarına əsasən 2025-ci ilin yanvarında özünü hüquq mühafizə orqanı əməkdaşı kimi təqdim edərək zərər çəkmişlə tanış olub. Onu qorumaq adı ilə nişanlı görüntüsü yaratmağa razı salıb və səmimi foto şəkillərini əldə edib. 10 fevral 2025-ci ildə həmin fotoları yaymaq və ailə üzvlərinə göstərməklə hədələyərək 1000 manat tələb edib. 11 fevralda şəlalə onun kartını 300 manat köçürüb. 7 aprel 2025-ci ildə isə eyni təhdidlə WhatsApp vasitəsilə yenidən əlaqə saxlayaraq 500 manat alıb. Bakı Ağır Cinayətlər Məhkəməsi ilkin olaraq şərti cəza təyin etsə də, Apellyasiya Məhkəməsi dövlət ittihamçısının protesti ilə şərti cəza ləğv edib. 4 il 7 ay azadlıqdan məhrum etmə cəzası verib. Kassasiya instansiyası isə yenidən şərti cəza tətbiq edib. Qeyd olunur ki, Tərlan Məmmədli həbs edilən zaman Bakıdakı universitetlərin birində birinci kursda yəni təhsil alırdı.